Fiziki qarşıdurma və silahla bədən xəsarətləri hadisə Candar qəsəbəsində keçmişdə əmioğullar arasında baş vermiş qarşıdurmadan sonra baş verib. 31 yaşlı Rahib Abdullayev ağız nahiyəsindən qaz silahı ilə vurulub. Ailə üzvlərinin sözlərinə görə zərərçəkənin baş nahiyəsində də xəsarətlər var. Abdullayevin nənəsi ehtimal edir ki, hadisə bir il əvvəl əmioğullar arasında baş vermiş şifahi mübahisəyə görə qisas məqsədi daşıyır. Zərərçəkən Marneuldəki klinikalardan birində süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə müalicə olunur. Hadisə ilə bağlı araşdırma başlanılıb. Bildir bu zaman Rovna, Kəmoğlu bazardan gəldim, gördüm dalaşıbdı. Gedib iki maşın adam gətirib rahibin üstünə. Payınca burasına vurub, qan axıb burasından. Ondan sonra daha yat-güt oldu. Bunlar şikayətçi deyirlər. Ortada nə var indi? Adicə uşaq da dalaşandı. Əmə deyib ki, bir il də olsa, 2 il də keçsə, haifimi alacam. Haifini alırdın mı? Qılçasına vuruydun, qoluna vuruydun, ağzından o nə deyilir bilmirəm ona. Ağzından doldurub uşağa bir də 5 barmaq izləri var deyir, nə bilim görməmişəm. Biz də yığılıb burada gəlinimdir, nəvəm, hamımız otururduq. Hələ rahib gəlməyib, dönəni söyləyirəm, mən balaca gəlin. Çıxdı oradan baxdı ki, rahib orada oturur körpünün üstündə, göstərəcəm harada vurulub. Oradan rahib qışqırdı, çər getsəniz dedi. Elə yenicə bir 10 dəqiqəm, 15 dəqiqəm uzanmışdıq, elə onu gördüm, tak. Bircə dəfə möhkəm taqqıltı gəldi. Deyim 5 dəfə, 3 dəfə yox, yalan dənmərəm yazıyı buramda. Boy dedim, az dedim, ömür yıxıldı, gəldiyi vurdular dedim. Anası yürürən kim gedir, balam yerdə, qanın içində. Axıllı oğlandı, bax, hamısını özü tikir, kasıb adamdır, 2 balası var, atasız, qardaşsız oğuldur, 2 körpə balası var, böreği xəstədir, qanında mikrob var, pis xəstəlikdir. Doktorlarda qalıb, sabah doktora parasıydı uşağı. Gəldi, belə oldu. Avara döy, salıxana döy. Boş olanda da gedir, ot ühülür maşına, nə bilim, qapılara ot gətirənə zada. Doktordan kömək, bir də buranı cəzalandırmaq, özgə heç zat. Nə istəyəcək? 1 ildir yanıyırdı, dedi, mən bundan haif alacağım. Gürcüstan prokurorluğu transmilli cinayətlərlə bağlı iş üzrə xüsusilə külli miqdarda çirkli pulların yuyulması ittihamı ilə xarici ölkələrin 4 vətəndaşı və 5 hüquqi şəxs barədə cinayət təqibinə başlayıb. İstintaqın məlumatına görə təqsirləndirilən şəxslər müxtəlif ölkələrdə cinayət yolu ilə əldə edilmiş gəlirləri leqallaşdırmaq məqsədi ilə Gürcüstanda saxta şirkətlər təsis ediblər. Saxta sənədlərdən istifadə edərək xarici ölkələrdən Gürcüstan bank hesablarına 21 milyon yarım lari ekvivalentində vəsait köçürüblər. Prokurorluğun məlumatına əsasən istintaq çərçivəsində təxminən 14 milyon lari ekvivalentində xarici valyuta və 1 milyon laridən artıq dəyəri olan daşınmaz əmlak üzərinə həbs qoyulub. Təqsirləri sübuta yetiriləcəyi təqdirdə onlar 9 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası ilə üzləşəcəklər. Pulların yuyulması məqsədi ilə real sahibkarlıq fəaliyyəti göstərmək niyyəti olmadan təqsirləndirilən şəxslər Gürcüstanda şirkətlər təsis ediblər. Saxta sənədlərdən, eləcə də uydurma təyinatlardan istifadə etməklə xaricdən hissə fiziki və hüquqi şəxslərin bank hesablarına qanunsuz və mənşəyi əsaslandırılmayan müxtəlif valyutalarda ümumilikdə 21 milyon yarım lari ekvivalentində vəsait köçürüblər. Həmçinin pulların yuyulması məqsədi ilə Gürcüstandakı bank hesablarında toplanmış vəsaitlərin kiçik bir hissəsini saxta təyinatlar və saxta sənədlər vasitəsilə xaricdəki müxtəlif bank hesablarına köçürüblər. Qanunsuz aktivlərin əsas hissəsi isə aparılan istintaq çərçivəsində üzərinə həbs qoyularaq dondurulub. Təqsirləndirilən şəxslər barəsində xüsusilə külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılması faktı üzrə cinayət təqibinə başlanılıb. Bu cinayətə görə fiziki şəxslər üçün 9 ildən 12 ilədək azadlıqdan məhrum etmə hüquqi, şəxslər üçün isə ləğv edilmə və ya fəaliyyət hüququndan məhrum etmə, eləcə də cərimə nəzərdə tutulur. Prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qəti imkan tədbirinin seçilməsi tələbi ilə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək və həbs qərarı çıxarıldığı təqdirdə onlar beynəlxalq axtarışa veriləcəklər.
Tbilisidə Daxili İşlər Nazirliyinin əməkdaşları küllü miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına şərait yaratma ittihamı ilə 5 nəfəri saxlayıblar. Hüquq mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərlərinə və yaşadıkları mənzillərə keçirilən axtarış zamanı xüsusilə küllü miqdarda narkotik vasitələr, eləcə də onların qablaşdırılması üçün istifadə olunan materiallar aşkar edərək götürüblər. Faktla bağlı istintaq davam etdirilir. Təqsir sübuta yetirilərsə, saxlanılan şəxsləri 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir. Gürcüstanın İdman naziri Şalva Qoqoladze Avstraliyaya işgüzar səfəri çərçivəsində əfsanəvi gürcü atlet, 3 qat olimpiya çempionu Viktor Sanayevin məzarını ziyarət edərək onun xatirəsini ehtiramla yad edib. Nazirlə birlikdə keçirilən mərasimdə idman və diplomatik dairələrin nümayəndələri də iştirak ediblər. Toplaşanlar Viktor Sanayevin gürcü idmanının və dünya atletikasının inkişafındakı xüsusi töhfələrini xatırlayıblar. Viktor Sanayev 3 qat olimpiya çempionu, dəfələrlə Avropa çempionu və 3 qat dünya rekordçusudur. O tarixdə 3 təkanla tullanmada olimpiya oyunlarını ardıcıl 3 dəfə qazanan yeganə idmançıdır.